وآل محمد الأئمة والمهديين وسلم تسليما اللهم صل على محمد وآل محمد الأئمة والمهديين وسلم تسليما. Have a seat. In the name of Allah, the One, the Conqueror. And all praises due to Allah, Lord of the worlds. And may Allah send His prayers and blessings upon Muhammad and the family of Muhammad, the Imams and the Mahdis. Allah subhanahu wa ta'ala said in the Holy Quran, it is mandatory for you. Allah subhanahu və Teala Quran-ı Kərimdə buyurur: Sizdən hər hansı birinizə ölüm gəldiyi zaman, əgər o bir xeyir qoyarsa, valideynləri və yaxın qohumları üçün xeyirxahlıqla vəsiyyət etmək sizə vacib edildi. Bu, müttəqilərin üzərinə bir borcdur. Vəsiyyət yazmaq uca Allah tərəfindən bizə verilmiş ilahi bir əmirdir. Bu, Allahın sünnəsidir. Adəmin vaxtından bəşəriyyətin sonuna qədər dəyişməzdir. Hər kəs ölümündən əvvəl bir vəsiyyət qoymalıdır ki, orada son arzularını diktə etsin. Muhammed və Ali Muhammedin əleyhissalam rəvayətləri aydınlaşdırır ki, bu, yəni vəsiyyət qoyub getmək, Adəm tərəfindən yerinə yetirilmiş müqəddəs bir əməl idi və Adəmin övladları tərəfindən müqəddəs tutulurdu. Hər il Hibətullahın, kişisin övladları Adəmin vəsiyyətini açar və onun vəsilərinin adlarını oxuyardılar. Və onlar oxuyardılar ki, Adəm əleyhissalam Nuh adında bir nəfərin zuhuru barədə necə öncədən xəbər vermişdi. O kəs ki, onları Qabilin övladlarının zülmündən xilas edəcək və yer üzünü kafirlərdən təmizləyəcək. Hər il bir araya gəlmək və vəsiyyəti oxumaq əməli möminlərin yerinə yetirdiyi bir sünnə oldu. Nuhdan sonra möminlər toplaşar və Nuhun vəsiyyətini müqəddəs tutardılar. Və onlar Nuhun vəsilərinin adlarını oxuyar və gəlişi vəd edilmiş İbrahim Xəlilullahın gəlişini gözləyərdilər. And they would read the names of Noah's successors, and they would await the coming of the prophesied friend of God, Abraham aleyhissalam. İbrahimdən sonra möminlər eyni şeyi edərdilər. Onlar toplaşaraq İbrahimin vəsiyyətini və İbrahimin vəsilərinin adlarını oxuyar və İbrahim ailəsinin xilaskarı Musanın gəlişini gözləyərdilər. Musa aleyhissalam, Moses. After Moses, Musadan sonra İsraillilər də eyni şeyi etdilər. Və onlar da Musanın son əhdini və vəsiyyətini müqəddəs tutdular. Və onlar Yuşa ibn Nundan Məryəm oğlu İsa'ya qədər Musanın vəsilərinin adlarını oxuyar və öz məsihlərinin gəlişini gözləyərdilər. İsa əleyhissalamdan sonra möminlər toplaşaraq bayram edər və İsa'nın vəsiyyətini oxuyardılar və İsa'nın vəsilərinin adlarını Şimon Peterdən ta təsəlli verici Muhammedə qədər əzbərləyərdilər. Sallallahu aleyhi və aleyh. Allahumma salli ala Muhammed və ali Muhammed الأئمة والمهديين وسلم تسليما. After Muhammad died, the true believers of this nation Muhammed vəfat etdikdən sonra bu ümmətin həqiqi möminləri o kəslər idi ki, müsəlman torpaqlarında hər hansı bir tağuta, xəlifəyə, krala, prezidentə və ya baş nazirə beyyət etməkdən və ya dəstək verməkdən çəkinirdilər. Həqiqi müsəlmanlar o kəslər idi ki, Muhammedin vəsiyyətində qeyd olunan vəsilərin adlarını oxumaq üçün toplaşdılar və öz peyğəmbərlərinin son arzusunu yerinə yetirməyə çalışdılar. Həqiqi müsəlmanlar o kəslər idi ki, peyğəmbərlərinin vəsiyyətində qeyd olunan Allahın təyin etdiyi rəhbərlərə və bələdçilərə beyyət etdilər. Və beləliklə biz bu gündə və bu dövrdə, bu mübarək gündə, bu mübarək sünnənin təkrarı olaraq 23 yanvarda
yaşamış ən böyük peyğəmbərin, Rəsulullah Muhammedin vəsiyyətini oxumaq və tilavət etmək üçün toplaşırıq. Muhammedin vəfat gecəsində o, Əbu Zər, Miqdad, Salman və Əli ibn Əbi Talib əleyhissalam kimi ən yaxın səhabələrindən bəzilərini topladı və dedi: Ey Əbəl Həsən, kağız və mürəkkəb gətir. Allah Rəsulu sallallahu aleyhi və aleyh vəsiyyətini bu yerə çatana qədər imla etdi və buyurdu: Ey Əli, məndən sonra 12 imam olacaq və onlardan sonra da 12 Mehdi. Ey Əli, sən 12 imamın ilkisən. Allah səni öz səmasında Əli əl-Mürtəza, razı qalınmış. Emir el-Mu'minin, the prince of the believers. Siddiqul Əkbər, ən böyük siddiq. Fariqul Əzəm, haqla batili ayıran ən böyük hakim. Məmun etibar edilmiş və Mehdi adlandırmışdır. Bu adlar səndən başqa heç kim üçün səhih deyil. Ey Əli, sən əhl-i beytim və qadınlarım üzərinə onlar diri və ölü ikən vəsimsən. Kimi saxlasan, sabah məni tapar və kimi boşasan, mən ondan bəri olaram. Qiyamətdə nə mən onu görəcəyəm, nə də o məni. Və sən məndən sonra ümmətimə xəlifəmsən. Əgər vəfat vaxtın çatsa, onu əməli salih, çox əta edən oğlum Həsənə təslim et. Və onun vəfat vaxtı çatsa, onu oğlum, Zəki, şəhid, məqtul Hüseynə təslim etsin. Onun da vəfat vaxtı çatsa, onu oğluna, ibadət edənlərin ağası, alnı qabarlı Əliyə təslim etsin. Onun da vəfat zamanı gəlsə, onu oğlu Muhammed Baqirə təslim etsin. Onun da vəfat zamanı gəlsə, onu oğlu Cəfər Sadiqə təslim etsin. Onun da vəfat zamanı gələndə, onu oğlu Musa Kazıma təslim etsin. Onun da vəfat zamanı gələndə, onu oğlu Əli Rzaya təslim etsin. Onun da vəfat zamanı gələndə, onu oğluna, Əmin, Təqi Muhammedə təslim etsin. Onun da vəfat zamanı gələndə, onu oğlu Əli Nəsihə təslim etsin. Onun da vəfat zamanı gələrsə, onu oğlu Həsən Fazilə təslim etsin. Onun da vəfat zamanı gəldiyində, onu oğluna, Ali Muhammedin müstəhvəzi, əmanətçisi, Muhammedə təslim etsin. Bunlar 12 imamdır. Və ondan sonra 12 Mehdi olacaq. Onun da vəfat zamanı gələndə, onu oğluna, yaxın olanların ilkinə təslim etsin. Onun 3 adı var. Bir adı mənim və atamın adı kimi Abdullah, Əhməd. Üçüncü adı isə Əl-Mehdidir. O, möminlərin ilkidir. Biz 23 yanvarda gerçəkləşən böyük kəhanəti, eləcə də Muhammed Peyğəmbərin vəsiyyətini yad etmək üçün toplaşırıq. 23 yanvar 2015-ci ildə Muhammed Peyğəmbərin sallallahu aleyhi və aleyh və onun əhl-i beytinin əleyhimüssalam sözləri həyata keçdiyi zaman gerçəkləşən o böyük kəhanət. Onlar buyurdular, Hicazı adı heyvan adı olan bir nəfər idarə edəcək. Və bu, adı bir bəbir mənasını verən Kral Fəth Hicazı idarə edərkən gerçəkləşdi. Peyğəmbər davam etdi və dedi, əgər onu uzaqdan görsəniz, çəpgöz olduğunu düşünərsiniz. Lakin ona yaxınlaşıb diqqətlə baxsanız, gözlərində heç bir problem görməzsiniz. Onun yerinə adı Abdullah olan bir qardaşı gələcək. Və bu, ondan sonra Hicaz kralı Abdullah ibn Əbdüləziz hakimiyyətə gələndə gerçəkləşdi. Vay olsun bizim şiələrimizə onun əlindən. O bunu 3 dəfə təkrarladı. Mənə onun ölümünün müjdəsini verin. Mən də sizə höccətin zühurunun müjdəsini verim.
İmam Sadiq əleyhissalam da bu hədisi rəvayət edib. O istisna ilə ki, o qaimin zuhurunun müjdəsini verib və həqiqətən də həmin gün 23 yanvar 2015-ci ildə kiçik bir qrup insan İmam Mehdinin əleyhissalam zuhurunu elan etdi. Və həmin ilin sonlarında İmam Əhməd Əl-Həsən əleyhissalam məni göndərdi ki, Allahın hakimiyyətinin qara bayrağını qaldırım və insanları Muhammed Peyğəmbərin sallallahu aleyhi və aleyh vəsiyyətinə tərəf çağırım. Bu vəsiyyətdə qeyd olunan adlar Muhammed Peyğəmbərin seçilmiş vəsiləri idi. 11-i dünyadan köçmüş, biri isə bu gün yaşayan, 12-ci imam olan İmam Mehdi Muhammed bin Həsən Əskəridir, əleyhissalam. Abdullah, Əhməd və Əl-Mehdi adları Mehdilərin ilk üçünün adlarıdır. Onlar İmam Mehdinin əleyhissalam ilk üç vəsisidir. Mən Abdullaham. Mən bu gecə dünyaya xatırladıram ki, beyyət yalnız Allahadır və beyyət İmam Mehdiyə əleyhissalam və onun ilahi təyinatlı vəsilərinə edilməlidir. Allahın təyin etdiyi şəxsdən başqa hər hansı birinə edilən beyyət şirkdir və Allah şirkdən başqa hər şeyi bağışlayır. Şirk bütün pisliklərin köküdür. Allahın təyin etmədiyi birinə itaət etmək şeytana itaətdir və yer üzünün məhvinə və tam fəsada uğramasına səbəb olur. Məhz buna görə Allah öz rəsuluna vəsiyyət qoymağı vacib etdi, ta ki insanlar Allahın onların kimə tabe olmalarını istədiyini bilsinlər. Və məhz buna görə rəsula vacibdir ki, vəsiyyətdə ilahi təyinatlı imamların adını çəksin. Və məhz buna görə bu imamlara tabe olmaq vacibdir. Peyğəmbər buyurub, kim boynunda beyyət olmadan ölərsə, cahiliyyət ölümü ilə ölər. O həmçinin buyurub ki, kim öz zamanının imamını tanımadan ölərsə, cahiliyyət ölümü ilə ölər. Və İmam Sadiq əleyhissalam buyurub ki, Allahdan olmayan zalım bir imamın, hakimin, liderin, vilayəti altında dinə əməl edənin dini yoxdur. İmam Sadiq əleyhissalam buyurub, Allah, Allahdan olmayan bir imama, hakimə, liderə, tabe olan bir milləti cəzalandırmaqdan həya etməz. Elə isə mənə deyin, ey sözdə müsəlman olan millət, sizin dırnaqarası ölkələrinizin hansı biri Allah tərəfindən təyin edilmiş imam və ya lider tərəfindən idarə olunur? Keçmiş Əl-Qaidə terrorçusu Əhməd Əl-Şəra sizin Peyğəmbəriniz tərəfindən təyin edilmişdi? Allah tərəfindən təyin edilmişdi? Peyğəmbərinizin torpaqlarını öz adları ilə adlandıran Səudiyyə kral ailəsi Allah tərəfindən təyin edilib? Əbu Süfyanın, Muaviyyənin və Yezidin oğlu İordaniya kralı Abdullah Allah tərəfindən təyin edilib? Sizin liderlərinizdən hansı biri Allah tərəfindən təyin edilib? Cavab həqiqətən də heç biridir. Buna görə də Allah onların hamısını lənətləyib. Çünki onlar onlara aid olmayan, Allaha və onun rəsuluna aid olan bir məqamı qəsb etdilər və uğurladılar. Mən sizə xatırlatmaq üçün buradayam ki, siz Allah tərəfindən təyin edilməmiş zalim hakimlərə tabe olmaqla İmam Mehdinin vilayətini tərk edirsiniz və bunu etməklə özünüzü əzaba məruz qoyursunuz. Bunu düşünün. Allah Quranda demirmi ki, o xəbərdar edici göndərməyincə bir qövmə əzab verməz. Mən gəlib bir neçə il əvvəlki çıxışımda həmin xəbərdar edici olduğumu iddia etmədimmi? Mən əzabın gələcəyini demədimmi? Və mənim çıxışımdan bəri ərəblərin başına əzabdan başqa nə gəlib? Allahın təyin etdiklərindən başqa liderlərə tabe olmaq müqabilində əzabdan başqa nə əldə etmisiniz? O ərəb hakimlərindən hər hansı bir müsəlman ümmətini xilas etmək üçün gəlib? Onlar sizin pulunuzdan milyardlarla dolları Amerikaya verərkən sizin ölümünüzü izlədilər. Utanc vericidir. Siz hər hansı pul, hər hansı dəstək, hər hansı kömək almısınızmı? Mənim xəbərdarlığımdan bəri
Qəzzada 10 minlərlə ölən kişi, qadın və uşaqdan, milyonlarla didərgin və sığınacaqsız insandan başqa nə əldə etmisiniz? Livanın, Suriyanın və İranın çöküşü və alçaldılmasından və tezliklə düşmənlərinin əli ilə gələcək olandan başqa nə əldə etmisiniz? Görmürsünüzmü ki, Allah düşmənləriniz vasitəsilə sizi cəzalandırır və alçaldır. Allahu Teala buyurub, zalim bir qılıncdır. Mən ondan intiqam almaq üçün istifadə edərəm və sonra onun özündən intiqam alaram. Allah İsraili daha əvvəl Romalılar və Babillər vasitəsilə cəzalandırdığı kimi, sizi də ey ərəblər, İsrail və Birləşmiş Ştatlar vasitəsilə cəzalandırır. Eynilə bu şey daha əvvəl 1999-cu ildə baş vermişdi. O zaman ki, Yamani İmam Əhməd Əl-Həsən vəsiyyəti elan etdi və Allahın hakimiyyətinə çağırdı. O, əgər onu rədd etsəniz, gələcək bir əzab barədə xəbərdarlıq etdi və həqiqətən də siz onu rədd etdiniz. Onu həbs etməyə və öldürməyə çalışdınız. Bir neçə il sonra İraq Birləşmiş Ştatlar tərəfindən işğal edildi və Səddam Hüseyn regionda devrilən bir çox ərəb liderlərinin, Allah onlara lənət etsin, və hökumətlərinin birincisi oldu. Fakt budur ki, Allah ərəblər üzərində öz höccətini tamamladı və onlara çoxlu xəbərdar edicilər və xəbərdarlıqlar göndərdi. Lakin onlar dinləməkdən imtina etdilər. Onlar Muhammed və Ali Muhammədi, Fatiməni və onun övladlarını Firona, Nəmruda, Yezidə və Əbu Sufyana dəyişdilər. Onlar İsanı rədd etdilər və əvəzində Barabanı və Qeysəri seçdilər. Bu səbəbdən Allah onlardan üç çevirib və artıq onları Muhammedin ümməti, Allahın həqiqi seçilmiş xalqı hesab etmir. Əksinə, Allahın seçilmiş xalqı o kəslərdir ki, Muhammedin vəsiyyətinə əməl edirlər. Buna görə də Muhammed və Ali Muhammed buyurub, qaimlə birlikdə çox az ərəb olacaq. Və Muhammed Peyğəmbər buyurub, Allah İran Şah Xosrova lənət etsin. Həqiqətən, məhv ediləcək xalqların ilki farslar, sonra isə ərəblərdir. Və sizin gerçəkləşdiyini gördüyünüz şey budur. Bugün İran məhv olmaq üzrədir və sabah, ondan sonra sıra ərəblərə gələcək. Beləliklə, bugün mən mənə çatdırılması əmr olunanı çatdırdım. Sizə əhdi xatırlatdım və sizə vəsiyyəti tilavət etdim. Allahın sizin üzərinizdəki höccətinin adını çəkdim və üz çevirməyin nəticəsi barədə sizə xəbərdarlıq etdim. Dində məcburiyyət yoxdur və sizin üzərinizdə heç bir məcburiyyət yoxdur. Amma haqq hesab var və bildikdən sonra heç bir bəhanə yoxdur. Allahım, sən şahidsən ki, mən təbliğ etdim. Allahım, sən şahidsən ki, mən gizlətmədim. Allahım, sən şahidsən ki, mən yalnız sənə, yalnız sənin hakimiyyətinə və sənin təyin etdiklərinə çağırdım. Odur ki, kim dəvətə icabət etsə, özü üçün icabət edər və kim üz çevirsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur. Hidayətə tabe olanlara salam olsun və həmd olsun Allaha, aləmlərin Rəbbinə. Selamun Aleyküm. Çox vacib bir elanımız var. Belə ki, keçən il eyni tarixdəki festivaldan bəri cəmiyyətimizə, ailəmizə, dinimizə bir qrup insan daxil olmuşdu. Və bu il ailəmizə və dinimizə qoşulan nəhəng bir qrup insan var. Onlar tağutu inkar etdilər və tək olan Allaha iman gətirdiklərini bəyan etdilər.
and they have declared their belief in Allah subhanahu wa ta'ala alone. Bunlar qaliblərdir. Bunlar Muhammed və Ali Muhammedin vilayətini qəbul edənlərdir. Muhammad Firas, Rayyan Rahbani, Muhammad Sufyan ibn Abd al-Rahman, Ahmed Nazirul, Rusli ibn Abu Siman, Zain Abbas Kazmi, congratulations. Mamadaga, Jalal, Hashim ibn Abd al-Salam, Zakaria Aberkan, Muhammad Hafidi, Hassan Karim, Ali Reza Yusufi, Behzad Yusufi, God bless you. Ali Muhammad Mustafa, also known as Ali Sultan. God bless you. Mehran Azimi, Ali B, Ahmed Al House, God bless you. Congratulations. Kevin Collado, Ahmed Abdullah Muhammad Abdullah, Nadia Ismail Al-Kinani,
Melissa Martini. Laura DeLon. Amna Ansari. Congratulations. God bless you. Maryam Rifai. Afsana Ahmadova. Fatima Shima. Sara Musawi. Valerie Kareem. Priya Kurji. Nadia Binatia. Namek. Ahmed Effendi. Normaliza Binti Ismail. حسام خطيب حقيقي. Krillin Rajput. Also known as Nasser. Mr. Hussein Latif Abdul Karim. Ahmed Admir. Bunlar 50 nəfərdir. Davam edəkmi? Mr. Abdulwahid Ali Jasim.
Abir Abbas. Ulis Vergara Vargas. Nurshad Kahir. Muhammad Al-Khalafawi. Fagan Rahimov. Yahya Marfou. Ibrahim Azhad. Ibrahim Zeki. Adnan. Isabella. Roxana Hashim. Okay. O zaman gəlin hamımız burada durmaq üçün önə gələk və otağı dolduraq. Əhd bağlayanlar yenidən bağlayacaq və ilk dəfə əhd bağlayanlar məndən sonra təkrar edəcəklər, inşallah. Əşhədü ən la ilahə illallah. I bear witness that there's no God but Allah. I bear witness that Muhammad is the messenger of Allah. Ashhadu anna Muhammad abduhu wa rasuluh. And I bear witness that Ali and the Imams from his sons are the proofs of Allah. واشهد أن عليا والأئمة من ولده حجج Allah. And I bear witness that the Mahdi and the Mahdis are the proofs of Allah. واشهد أن المهدي والمهديين حجج Allah. Upon this I live.
Upon this I die. And upon this we will conquer the world, inshallah.